21-ci testin izahı ilə davam edirik. Testdə deyilir ki, verilmiş altından xətt çəkilmiş sözün sinonimini tapın. Bu da abrupt sözüdür. Abrupt yəni qəfil, gözlənilməz deməkdir. Yəni onun gözlənilməz qərarı hər kəsi şok vəziyyətinə saldı. Bu da sudden sözü ilə uyğunlaşır. 22-ci testdə deyilir ki, verilmiş cümlənin məzmununa uyğun gələn atalar sözünü tapın. Cümləmiz belədir ki, I just hate to throw out good food. Yəni, mən yaxşı qalmış, yaxşı vəziyyətdə olan qidanı zibilə atmağa nifrət edirəm. Bu da atalar sözü olaraq I-yə uyğun gəlir. Waste not, want not. Yəni, bir şeyə qənaət elə, onu israf etmə ki, yeni ehtiyacların yaranmasın. 23-cü testimizdə deyilir ki, to go aşağıdakı sözlərdən hansı ilə collocation yaratmır. Yəni, birləşmə yaratmır. Go shopping yaradır. Go red qızarmaq yaradır. Go swimming üzgüçülüyə getmək. Go home evə getmək. Go homework isə belə bir collocationımız yoxdur. Ona görə də cavab B variantıdır. 24-cü testimizdə deyilir ki, verilmiş definition'a uyğun gələn feili tapın. Definitionımız da belədir ki, to make an effort to achieve or complete, yəni bir şeyi əldə etməyin və ya tamamlamaq üçün edilən cəhdlər, səylər, bu da attempt feili ilə uyğunlaşır. 25-ci testimizdə düzgün modal feili seçməliyik. Variantlara baxırıq ilk növbədə, görürük ki, don't have to olmadan işlənib, ona görə səhvdir. Are able to-suz da işlənməz. C və Y-ni çıxdıq. İndi gəlin məzmuna baxaq. Deyilir ki, sən sağlıqlı qidalar yeməyə başlamalısan, bu sənin üçün faydalı olacaq. Ona görə də inkar olanları çıxırıq, cavab qalır must. 26-cı testimiz belə bir dialoqdur ki, Aslan bir şagirddir, ona görə 2 ilə başlayırıq. Bir gün o məktəbdən gəldi və dedi. 3-cü. Məktəbdə müəllim bir sual verdi, yalnız mən cavab verdim. 1. Əla Aslan, bəs sual nə idi? Atası soruşdu. 5. Müəllim soruşdu ki, sinif otağındakı pəncərəni kim sındırıb? Deyə Aslan cavab verdi. Deməli, 2, 3, 1, 5, 4. B variantı. 27-ci testimizdə feili sifət 1-i tapmalıyıq. Birinci cümlədə stop ing görürük. Bu gerunddur. Stopdan sonra gələn ing gerunddur. İkinci testimizdə the scientists doing research found a new species of bacteria. Yəni, alimlər tədqiqat apararkən, ərkən, feili sifət 1 Azərbaycan dilinə edilən tərcümələrdən biri də ərkəndir. Ona görə 2 düzdür. 3-də singing loudly, yüksək səslə mahnı oxuyaraq, ara gərək şəklində tərcümə olunan feili sifətimiz də var. Bu da 3-də düzgündür. 4-də isə ümumiyyətlə feili sifət 1 yoxdur. Cavab 2, 3, B variantı. 33-cü testimiz mətnlə bağlı bir test tapşırıqdır. Mətn qurmalıyıq. Burada başlayırıq 2 ilə. Mənası belədir ki, canlı danışıqlar, üz-üzə danışıqlar, hansı ki internetə giriş tələb etməyən söhbətlər günümüzdə çox nadirdir. Sonra 3 ilə davam edirik ki, yeniyetmələr bir-birlərinə e-mail yazmaqdan çox böyük zövq alırlar. Daha sonra 4 ilə davam edirik. Onların çoxu öz boş vaxtlarında telefonla danışmağa üstünlük verirlər, yəni vaxtlarını buna sərf eləməyə üstünlük verirlər və sonda birincini veririk. Əgər bu belə davam etsə, yəni onlar bunu xoşlamağa davam etsələr, üz-üzə münasibət artıq öz əhəmiyyətini itirəcək. Yəni, üz-üzə danışma mədəniyyəti itmiş olacaq. 2, 3, 4, 1. C variantı. 34-cü testdə deyilir ki, uşaqlar yay tətilini səbirsizliklə gözləyirlər. Səbirsizliklə gözləmə ifadəsi to look forward to. 35-ci testimiz situasiya testidir. Situasiyamız buradadır ki, you mean that they have missed an opportunity. Yəni, onlar əllərindəki fürsəti qaçırıblar, əllərindən veriblər. Fürsəti fövdə vermək, yəni şansı əldən qaçırtmaq. Missed the boat. A variantı.
36-cı testimiz artikel testidir. Deyilir ki, Coş bir kursa qoşulub, yəni obyekt haqqında hələ ilkin məlumat verilir. Tam məlumat, müəyyən bir məlumat verilmir. Ona görə e-kurs, yəni bir kursa qoşulub. Burada da ingilis dilini öyrənmək üçün. Yanında language sözü olmadığına görə English sözünün qabağında artikel olmayacaq. Sonra ikinci cümlədə artıq bu kurs haqqında əlavə məlumat verir ki, deyir bu kurs maraqlı və əyləncəlidir. The course is interesting and funny. Deməli, boşluq Z A variantı. Və nəhayət 37-ci testdə deyilir ki, doğru inversiya edilmiş cümləni seçin. Cümlədə biz only when görürük. Deməli, mən hər zaman izahlarımda da bunu qeyd edirəm ki, 6 dənə inversiya yaradan söz var. Only when, only after, only if, not until, not since, not even if. Bunları gördükdə bilin ki, mürəkkəb cümlədə inversiya digər tərəfdə olacaq. Öz yanında yox. Ona görə burada only when I filled my glass did I realize the mistake. A variantı düzgünümüzdür. B variantında only I filled yox, only when inversiya yaradır. When only'dən ayrı düşməməlidir. C variantında only when I did feel yox, I felt olmalıydı. D variantında did qabağa keçibdi. İnversiya only when tərəfdə olmaz, digər tərəfdə olmalıdır. Y variantında isə only when I filled my glass, I realized the mistake. Heç bir tərəfdə inversiya yoxdur. Halbuki only when inversiya yaratmalıydı. Hörmətli müəllimlər, 18 iyun sertifikasiya imtahanının sınağından bu qədər. İnşallah növbəti sınaqlarda, növbəti imtahan suallarının müzakirəsində görüşənə qədər hələlik.